Emil, qələbə münasibəti ilə təbrik edirəm, istəyirəm oyunla bağlı fikirlərini bildirəsən. Çox sağ olun. Yəni, özünüz də görürsünüz ki, hal-hazırdakı vəziyyət elədir ki, yəni, zədəli oyunçularımız var. Yəni, hardasa belə heyət baxımından müəyyən bir problemlər ola bilərdi, amma ona baxmayaraq biz çalışdıq özümüz. Yəni, bütün çempionat, bütün Azərbaycan bilir ki, yəni, Şamaxı səfəri necə çətin bir səfərdir. Yəni, burada müəyyən bir amillər var, özünüz bilirsiniz, meydançadır və yaxud hava şəraitidir, amma ona baxmayaraq hər bir uşağa, hər bir futbolçuya mən təşəkkürümü bildirirəm ki, onlar çıxdılar. 90 dəqiqə yox, hətta 95 dəqiqə öz maksimumunu bu polyada, bu meydançada qoydular. Yəni, Allahın izni ilə biz bu qələbəni, çətin qələbəni, yəni səfərdən Bakıya inşallah öz evimizə aparırıq. Yəni, Forzan üçün də təbrik eləmək istəyirəm azərkeşlərimizi. Bizi səfərdə evdəki kimi hiss elətdirdilər. Emil, sən də qeyd etdin ki, bu gün itkilər çox idi, xüsusən də müdafiə xəttində belə deyək, əsas heyət üzvü yox idi və sən də belə deyək, bu mövsüm oyun praktikasına bir qədər azlıq çəkirdin. Ancaq bugün meydanda quru oyun keçirdin və oyunu belə deyək, quru oyun keçirərək tamamladın. Bununla bağlı nələr deyə bilərsən? Elə oyunun son dəqiqələri idi, o barədə də mən fikirləşirdim, düz deyirsiniz. Yəni, zədədən sonra, ələxüsusda zədədən sonra hardasa il yarım futbolsuz qaldım. Ondan sonra düzdür oyunlar oynamışdım, Kəpəz idi və yəni başqa çempionat oyunları idi, Sabah idi, Araz idi. Lakin bu oyunu yəni mən başqa cür qeyd etmək istəyirəm həqiqətən, çünki sıfırda çıxdım, şükürlər olsun. Quru oyunum yəni oldu. İnşallah yəni biz də çalışacağıq. Yəni bu oyunları, belə oyunları, əzmkar oyunlarını davam elətdirək. Zədələr də ki, təbii ki, heç kəs bundan sığortalanmayıb, amma bizdə elə ab-hava var ki, bizdə elə bir ailə hissi var ki, içəridə fərqi yoxdur. Hansı oyunçunu, hansı pozisiya, hansı mövqeyə qoysalar, yəni ən azından əzmkarlıqla, yəni mücadilə aparmaqla hər şeyin ortaya qoyacaq. Özünüz də yəni bugünkü həmin o fikirlərin, həmin o amilin nəticəsinin hamımız bir yerdə gördük və şükürlər olsun Allaha, qələbə bizim oldu.